Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala men la nebiye ba'de. Kardeşlerim, Allah'ın izniyle bugünkü danışmaq istədiyim mövzu Quran-ı Kerim müəllimlərinin fəziləti barəsindədir. Belə ki, Quran müəllimləri insanın dilini səhvdən təmizləyir, qiraətini, tilavətini islah edir və onu Allahın sözünə bağlayır. Və ən böyük xidmət isə insanı Quranla yaşamağa yönəltməkdir. Ona görə də belə müəllimlər həm dünyada, həm də axirətdə böyük savaba sahibdirlər. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Xayrakum mən təalləməl Qur'an və alləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəninizdir. Bu hədis onu göstərir ki, qardaşlarım, Quranı öyrətmək ən fəzilətli əməllərdən biridir. Həmçinin burada savabın davamlı olması məsələsi də var. Yəni, Quran öyrədilən zaman həmin ayələr oxunduqca müəllimə də savab yazılır. Bu, sadaqatun cəriyə, yəni davam edən savablardan sayılır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, insan öldükdən sonra 3 şeydən başqa əməli kəsilər. Davam edən sədəqə, faydalı elm və dua edən salih övlad. Yəni, Quran müəllimi də faydalı elmin ən gözəl nümunələrindəndir. Və müəllimlərin haqları var ki, o haqları tələbələr, şagirdləri gözləməlidir. Xüsusən İslam alimləri bildirirlər ki, Quran müəllimi insanı Allahın kəlamına yaxınlaşdırır, qiraəti, tilavəti və dili islah edir, tələbənin yüksəlməsini istəyir, hətta özündən də irəli getməsini arzulayır. Yəni, bu səbəbdən onlara hörmətləmək, dua və minnətdarlıq, təşəkkür göstərmək iman və əxlaqdandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən la yeşkurin nəs, la yeşkurillah. İnsanlara təşəkkür etməyən xaliqə də, yaradana da şükür etməz. Yəni, qısa deyək ki, Quran müəllimləri ümmətin ruhani yol göstəriciləridir, mənəvi yol göstəriciləridir. Böyük savab qazandıran bir səbəbdir. Onların öyrətdiyi hər ayə davamlı savab mənbəyidir. Ona görə də onları dua ilə xatırlamaq, dəyərini bilmək və haqlarını qorumaq böyük savab və xeyir əməllərdəndir. Allah subhanahu taala bizləri eşidib faydalanan qullarından eləsin. Vəsselamu aleykum və rəhmətullahi.